Hörmətli dinləyicilər, bugün sizə həyatımda baş vermiş bir mövzu barədə danışmaq istərdim. Hər bir insan həyatında bir yol seçir. Mən yolumu seçdim, dövlət qulluğu. Bu sahə mənim üçün yalnız peşəkar fəaliyyət deyil, həm də ədalət, şəffaflıq, cəmiyyətə xidmət etməyə arzusuydur. Dövlət qulluğu sahəsini seçməyim təsadüf olmamışdır. 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi dövlət qulluğu imtahanına uğurla keçdim və bu sahədə sertifikat aldım. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi vakant vəzifəyə müraciət edərək müsahibədən də uğur qazandım və dövlət qulluğunda peşəkar fəaliyyətə başladım. Hazırda ADA Universitetinin Qazax mərkəzində dövlət qulluğunun təşkili və idarə edilməsi sahəsində magistr təhsili alıram. Bu təhsil mənə dövlət idarəçiliyi və müasir idarə etmə sahəsində yeni, nəzəri və praktiki biliklər qazandırır. Həmçinin bu təhsil mənə ölkəmizin dövlətçilik ənənələrini və idarə etmə sistemini daha yaxından öyrənmə imkanı verir. ADA Universitetinin Qazax şəhərində yerləşməsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Universitetdə təhsil aldığım zaman dövlət qulluqçuları üçün kommunikasiya modulunda Qazax Tarix Diyarşünaslıq Muzeyinə səyahət etdik. Burada Səməd Vurğun bölməsinin məni cəlb etdiyini, böyük şairin həyat və yaradıcılığına marağımın artdığını hiss etdim. Bu muzey həm də mənim üçün Azərbaycan mədəni irsini daha yaxından öyrənmək, rayonumuzun zəngin tarixini bir daha hiss etmə imkanı verdi. Bundan başqa, ADA Qazax mərkəzinin yerləşdiyi bina mənə bu tarixi binanın əhəmiyyətini dərk etməyə imkan verdi ki, Səməd Vurğunun da təhsil aldığı Qazax müəllimlər seminariyası yenidən ikinci nəfəsini yaşayırdı, ikinci baharını yaşayırdı. ADA Universitetinin bu təhsil ocağına ikinci nəfəs verməsi, bu tarixi yaşatması mənə bir daha dövlətimə, millətimə xidmət etmək üçün ilham verdi. Dövlət qulluğu mənim üçün yalnız bir peşə deyil, eyni zamanda xalqa xidmət etmək, ədalət, şəffaflıq təcəssümüdür. Mənim bu sahədə çalışmaqda məqsədim həm cəmiyyətə faydalı olmaq, həm də ölkəmə xidmət etməkdir. Gələcəkdə daha böyük məsuliyyət daşıyaraq dövlət idarəçiliyində faydalı bir fərd olmaq istərəm. Bu sahədən fəaliyyət göstərməklə yalnız karyeramı deyil, həm də ölkəmin rifahı üçün çalışıram. Bu səbəbdən əminliklə deyə bilərəm ki, dövlət qulluğu mənim seçimimdir və mən bu yolu inamla davam etdirəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.